Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hökumətin hesabatı zamanında tərəfimizdən qəzalı binaların vəziyyəti ilə bağlı məsələ gündəmə gətirilmişdir. Mən təşəkkür eləmək istəyirəm ölkənin baş naziri cənab Əli Əsədova. Dərhal bu məsələdən sonra şəxsimizə həm yazılı, həm şifahi formada görüləcək işlər barədə kifayət qədər məlumatlandırıcı xarakterli sənəd göndərdi və aydın oldu ki, hökumətin bu istiqamətdə çox ciddi planları var. Təbii ki, indi anlaşılan budur ki, 16 minə yaxın mənzil yenidən tikilməlidir. Bu da böyük bir maştablı işdir. Və bu məsələdə də bu günlərdə problemin aktuallığını üzə çıxaran, mülkiyyətdə olan evin ekskvatorçu tərəfindən, tikinti şirkəti tərəfindən qanunsuz şəkildə sökülməsi məsələsi ilə gündəmə gəldi. Və burada təbii ki, bu əsassız addım idi, qanunsuz addım idi. Amma elə təsəvvür yarandı ki, burada sadəcə mülkiyyətçiliyin hüququndan ancaq söhbət gedir. Amma sahibkarların hüququnun qorunması məsələsi də aktual məsələ kimi gündəmə gətirilməlidir. İndi 16 min mənzilin tikintisi zamanı sahibkarların bu sahəyə istiqamətlənməsi çox çətinləşibdir. Təsəvvür edin ki, çox sayda insanlar icazə alıblar, müxtəlif mərhələlər keçiblər. Hansı çətinliklərlə bu mərhələni keçiblərsə hamıya da bəllidir. Amma bütövlükdə tikintini başlaya bilmirlər. Səbəbi nədir? Bir sahədə 72 insan yaşayır, mənzil var. Bunun 70-i ilə razılaşırlar, ikisi ilə razılaşmırlar. İkisi ilə razılaşmayanda demək bu uzanır 3 ay, 4 ay, 5 ay. Hər dəfə də vaxt uzandıqca qiymətlər qalxır bazarda və sahibkar üçün artıq rentabelli olmur mənzillər tikilsin. Ona görə də bu çox ciddi mübahisələr yaranır. Təbii ki, mülkiyyətçi kimi vətəndaş haqlıdır, öz mülkiyyətini hər kəs istəyər ki, baha qiymətə satsın. Amma burada optimal qiymətləndirmə məsələsində mübahisələr çıxır. Burada nəyi təşrifi səsləndirmək istəyirəm? Mütləq bizim məhkəmə praktikasında ya tövsiyə edici, ya plenum qərarı, ya hansısa bir formada bu tətbiq olunmalıdır ki, optimal qiymətlər müəyyən olunmalıdır. Yəni, nə qədər mənzilin kvadratından artıq mənzil verilməlidir və minimum nə qədər vəsait ödənməlidir ki, problem dərhal həll olunsun və tikinti başlasın. Çünki belə getsə, bu uzandıqca sahibkarlar bu sahəyə vəsait yatırmağa maraqlı olmayacaqlar və qəzalı binalar da problem olaraq qarşımızda qalacaqdır. Bu baxımdan mən diqqət çəkmək istədim ki, müvafiq qurumlar bu həm sahibkara, həm də mülkiyyətçiyə kömək edici addımlar atsınlar ki, tez bir zamanda bu sıxıntıdan Azərbaycan cəmiyyəti qurtarmış olsun. Diqqətinizə görə təşəkkür edirəm.